Əliyevlə bu qərara gəldik. 2025-ci ildə ilk yaşandı. Paşinyan. Azərbaycan və Ermənistan arasında sülh arxitekturası 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsinə əsaslanır. Sülh prosesinin qurulması ABŞ prezidenti Donald Trumpın təşəbbüsünə əsasən Azərbaycan prezidentinin də iştirakı ilə 8 avqust 2025-ci ildə sazişin imzalanması nəticəsində zirvəsinə çatdı. Global Info az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Trump təşəbbüslə çıxış etməyəcəyi təqdirdə sülh prosesi qeyri-müəyyən olardı. ABŞ liderinin regional sülhün qurulmasında rolu danılmazdır. 2025 ilk il oldu ki, Azərbaycan və Ermənistan arasında atışma nəticəsində itki vermədik. İndi bölgəmizdə əsl sülh hökm sürür. Biz buna diqqət etməli, laqeyd yanaşmamalıyıq. Paşinyan həmçinin regionda sülhün bərqərar olması üçün keçilən vacib mərhələlərdən danışıb. O cümlədən 6 oktyabr 2022-ci ildə Fransa prezidenti Emmanuel Macron və Avropa Şurasının sədri Charles Michelin dəvəti ilə Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışıb. Onun sözlərinə görə, məhz həmin görüşdə Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanımaq qərarına gəliblər. ABŞ-dan etiraf, Azərbaycanı Rusiya önündə tək qoyduq. Amerika Konqres kitabxanasında rastıma maraqlı bir kitab çıxdı. Kitabın adı Parisdə əslində nə baş vermişdi? Sülh konfransının hekayəsi 1918-1919 adlanır. 1921-ci ildə New Yorkda nəşr edilib. Kitabın müəllifi polkovnik Haustur. O, ABŞ prezidenti Woodrow Wilsonun ən yaxın məsləhətçisi olub. Kitab ABŞ nümayəndə heyətinin üzvü olan müxtəlif ekspertlərin konfransdakı mühazirələrindən ibarətdir. Kitabda Azərbaycanın adı birbaşa Azərbaycan Respublikası, The Republic of Azerbaijan və ya Qafqaz kontekstində keçir. Kitabda ABŞ-ın yaxın şərq üzrə baş eksperti olan William Lynn Westerman tərəfindən yazılan hissədən bir statı təqdim edirəm. Rusiya imperiyasının dağılması ilə Qafqazda 3 yeni respublika yarandı: Gürcüstan, Ermənistan və Azərbaycan. Bu xalqlar Parisə öz müstəqilliklərinin tanınması üçün nümayəndə heyətləri göndərmişdilər. Onlar öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq Rusiyanın tərkibindən tamamilə ayrılmaq istəyirdilər. Kitabda vurğulanır ki, Azərbaycan nümayəndə heyəti Parisə sadəcə xahiş etməyə yox, konkret sənədlər və xəritələrlə öz haqlarını tələb etməyə gəlmişdi. Kitabın müəllifləri qeyd edirlər ki, Parisə gələn Azərbaycan nümayəndələri çox yüksək səviyyəli, fransızca mükəmməl danışan və müasir görkəmli insanlar idi. Bu, Amerikalılarda şərqdə demokratik bir respublika imici yaratmışdı. Kitabda qeyd edilir ki, ABŞ və Avropa vahid Rusiya xülyasına qapıldığı üçün Azərbaycanın müstəqilliyini de jure tanımadı. Bu gecikmə isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yol açan amillərdən biri oldu. Westerman qeyd edir ki, Azərbaycanın müstəqillik arzusu digərlərindən fərqli idi, çünki Azərbaycan həm də iqtisadi cəhətdən özünü təmin edə biləcək yeganə Qafqaz Respublikası kimi görünürdü. Bakı nefti bu müstəqilliyin onurğa sütunu hesab olunurdu. Kitabda etiraf edilir ki, Amerika Qafqaza əskər göndərməyə tərəddüd edirdi və bunun nəticəsi də Azərbaycanın 1920-ci ildə tək qalmasına və işğala yol açan amillərdən biri oldu. Kitabda Qarabağla bağlı bir hissədə var Amerikalı siyasilər, xüsusilə General Harvard başda olmaqla Ermənistanı dəstəkləyən qüvvələrə cavab olaraq qeyd edirdilər ki, Qarabağ Azərbaycan coğrafiyasının ayrılmaz bir hissəsidir və buranın Bakı ilə bağlı olduğunu müdafiə edirdilər. Kitabda qeyd olunur ki, ABŞ Azərbaycan və Gürcüstanın müstəqilliyini dəstəkləyirdi, Ermənistanın isə müstəqilliyindən söhbət getmirdi. Lakin o dövrün geosiyasi şərtlərinə görə bu müstəqillik müvəqqəti statusda nəzərdə tutulurdu. Kitabın müəlliflərindən olan Mark Lambert Bristol bildirir ki, Bakını sadəcə bir şəhər deyil, strateji bir hədiyyə kimi görürdülər. İngiltərə, Fransa və ABŞ Azərbaycanın müstəqilliyinə qərar verərkən neft amilini tərəziyə qoyurdular. Onlar qorxurdular ki, əgər Azərbaycan tam müstəqil olsa və ya bolşeviklərin əlinə keçsə, Avropanın yanacaq təminatı təhlükəyə düşər.